Sadece polisin yanına gitmiştim o günleri. Onkoloji. İçeride yol var, keçmeliyim. Gördüm icazə vermirlər. Dedim, olmaz. Dedim, qardaş, mən təşkilatın üzvüyəm. Özüm də xəstəyəm, isim ağrıyım. Ona görə göstərdim, bir boşluq özgücü. Yəni o hörmət özü, elə şəxsi deyil ki, məsələn, kimsə gedib, məsələn, mən həkiməm, öz klinikam var, öz imkanım var, iş adamıyam, çörəyim də çıxır. Əslində mən o insanlara kömək edirəm, onlara əl tuturam, onların problemini həll edirəm. O sayədə, məsələn, mən görürəm Göbəskən, məsələn, rayona gedirdik, rayonda gedirdik, o da danışında, yolda qayilər saxlayır, baxır, sonra bilir. Baba get, baba get. Sonra biri görürsən sənət götürür, sonra deyir ki, biz axsaqqalları sənət istəmirik, nə bilim, neynəmirik. O hörmət özü bizim üçün, mənim üçün. Bax, İbrahim Mehdi, Qətayının izə başlar, sonra da oldu Yasamal izə başlar. O da deyir ki, mənim belə təşkilatda üz seçirlər. Deyir, Səmətim, sənin uzun illər qüvvətə görə. Sağ olsun, dövlətin bunu qiymətləndirir. Hər gün dövlət qiymətləndirir. Bu təşkilat çox çətin təşkilatdır. Burada işləmək, həm maaş almışsan, həm bir şey edirsən, elə eləməlisən ki, cənab prezident deyir ki, ictimai nəzarət hələ yeni yaranır, zəifdir, hələ güclüdür. İndi güclü olmaq üçün də biz əlimizdən gələni eləməkdir. Yoxsa, bura problem, bax, məsələn, çətinliyim onun və Şəhbət müəllimizdən oldum, bacımın nəvəsinin 12 yaşı var. 50-nin kəsirlər getmişəm, deyirəm ki, bəs belə bunu ictimailəşdirəm, mən təşkilatı üzrə verəm. Yəni, deyir ki, sonra elə oldu Şəhbət müəllimlərə saxladım. Dedi, çəkin çapar neylə. Sonra başladı ki, yaxşı oldu. Getdilər, 50-lik bərk elədilər. Çünki o qədər haqsızda hər yerdə var. Həkimlərdə də var, başqa sahələrdə, hüquq mühafizə orqanlarında da var. Valla, mən şəxsən, məsələn, özümə şərəf duyuram ki, belə bir hörmət təşkilatına, bu Allahın işidir. Yazır ki, mən gəlib təşkilatı üzrə olum. Həm səhiyyə üzrə səhdir, həm Suraxan rayonu səhdir. Suraxanın üzrə hara gedirəm, bizdən o qədər hörmətlə qarşıdır. Tələbə yoldaşlarımızın o günləri ayın 9-unda 78-də tarixən, 78-lər səhifəsi var, çağırırlar. Deməli, 105 nəfər tarixən. Təqribən 100 nəfər, 120 nəfər gəlmişdir həkimlər. Qız alasının yanında görürsünüz, gəldi, sanatlara oturur. Sürekli. Siz inanın ki, bütün kollektiv bir oturup, yukarıda 3 tane yer var. İmamlar mənə dedilər ki, Şəhbət sənə yerində olan kimi, sən gəp olur. Bir baş olur. Siz, ama yok, istəmək kimi, gəp olur. Orada oturun məhsil dairələri. Səhər günü bura gəlmişsin, ayın 10-unda Ulu Öndər qanun günündə Şəhbət bana söz verdi ki, yoxdur, sən çıxacaq. Hala gedirəm, inansan, o qədər hörmətlə qarşılaşır. Çünki o dövlət gözəl dövlət. Ulu Öndər Allah yəni eləsin, ölkə insanı sarırsın. O dövləti yarattı, qurdu, artıq xalqa bəxşir, qanunu qaçanlıqlar. Sana bir nəmə geçdi. Gözəl aparır, yüksək səviyyədə aparır. Mən o günləri canlı yemişim, mən öz kabinetində neyim? Klinikan gələcəyində ölçə prezidentinin Avropa Şurasında komissiyanın sədri olan vaxtı, deputat komisyası. O şəkildir. Ora vurmuşam. Öz kabinetində Ulu Öndər estafeti Cənab Nəməli verir ki, estafet qəbul, estafet səndir. Mən arzu edirəm ki, bu dövlət o qədər güclənsin günü-gündən, ölkə prezidenti də canlı məktubda müraciət edim mən. Bana problem yazır. Dedim, cənab prezident, üçüncü hakimdə gələndə regional sosial iqtisadi inkişafat mı? Dövlət qərarı gəldi. Dedim, mən də siz regionlarda yarattınız. Mən də öz daxil imkanlarım istəyirəm. Bakın, Suraxan rayonunda müvaziə diaqnostik mərkəzi. General Qosta, Senral Qosta. Amerikanın Qosta oranı birinin adını. O da 4 mərtəbəli, göy edir, respansiyasına. Elə bir. Dedim, mən də bunu yaptım. Ancaq bana problem yarattı. Kim? Dedim, sizin gözəl sözləriniz bir azından mən hər hörmət olun. Olur mu, yox? Kim derim mən? Dövlət məmurları. Dedim, Əmək və Sosial Müdafiə Nazirliyi. Dedim, neçə baxdı, mənə bu qiymət problemi yaradı, başqa problemi yaradı. Dedim, ona getmişəm, dedim orada. DSMP-lərə getmişəm. DSMP-lər deyir ki, yoxdur. Biz razı. Ancaq Əmək və Sosial Müdafiə Nazirliyi. Dedim, gəlmişəm, burada xanım nümayəndəsi var. Deyirəm ki, siz araşdırma aparırsınız, araşdırma aparırsınız, biraz sorsan çıxam. Sizdən dolulur. Belə bir vaxt olmur. Olanda da daha tərminən tanıyaq. Bir-birinci ləhər. Deyirəm ki, orada bir xanım əməkdaş, deyirəm ki, bəs belə araşdırma olar 1 ay, 2 ay, 3 ilə qədər araşdırma. Bu araşdırma nə qədər gedir? Əməkdaş dedim, deyir ki, mən bilmirəm, belə bir şey yox. Dedim, cəmaat, bax, Dövlət Sosial Müdafiə Fondu, ildə 50 manat, pensiyon fonda 50 manat da vergi ödürür. Hələ başqa şeylər demir.
Dedim, o insanlar da hamısı bülletin üçün pul ödür. İndi ödəmirlər bunu. Niyə ödəmirlər? O gün hamısı sözlər dedim. İndi nəzarət edilmə düşmüşdüm. Məktup yazmışıq o Bəli, haqqında. mən də yazdım. Səhiyyə Nazirinin özü şəxsən zəng elədi ki, narahat olmayın, məşğul oluruq, həll edəcək. Bir neçə gün bundan qabaq olmuşdu burada. Dedilər ki, ilk əməkdaş yüksək səviyyədə baxdı. Dedi ki, bu nəzarətdədir, yuxarı səviyyədə nəzarətdədir. Yaxın günə 3-5 günə cavab verilir. İndi bir də sandan yerə baxacağım buna. Sözüm ondadır ki, bu dövlətin qədrini bilək. Bax, bu insanları cənab prezidentin nəzarətinlə, rəhbərliyinlə, Şəfərət müəllimin insanı bura sədr seçirlər. Biz əlimizdən nə gəlirsə də yüksək səviyyədə kömək edirik. Və eyni zamanda mən orada göstərdim ki, cənab prezident, arzu edirəm ki, siz o qədər işləyirsiniz dövlədə. Bu siz qürəylə deyin. Gələcəkdə balaca Heydərə, necə olan dəstə təqdim edin. Balaca Heydərə deyəsiniz, estafet sənin istədiz gəlin. Valla bundan gözəl dövlət yoxdur, bundan gözəl rəhbəri yoxdur. Siz görürsünüz, Laçında açılışında Pakistan gəldi, Türkiyə gəlir. Təsəvvürlü ki, 17 dövlətdən prezident gəlmişdi, 11 dövlətdən də kardeşlərlə. Doğrudan aeroportun açılışdı. Görürsünüz, nə tər gözəl işlərə var. Bax, Moskvaya getmədi, 9 ayda qaldı burada. Bu çox kişidir, sözü deyər, deyiyi, o deyir, mən sözüm imzamdır, sözü imzadır. Bundan artıq nə istəyir? Bir gözəl təşkilatın üzvləriyik, bizim üçün böyük fəxirdir. Bir gündən deyiləyək ki, daha da güclü olsun, daha da yaxşı olsun. Vallahi, Biz də vətənpərvər adamlarıq, yenə bura yığılmışıq. O kişiyə dəstək olar, adından istifadə eləməsin. Mən ki, uzun illər bu işləri gördüm. Hətta 2005-ci ildə dövlət seçimində, ondan sonra 2003-cü Nazım Yolun 20 ilə tarix dövləti buna ayaq olmuş. Ürəklə işləmişlər. İbrahim müəllim o zaman fəthini istəyir ki, etməkdir. Tanrıda yasaman necə başladı. Yəni, bilir ki, mən deyib istəmək ki, sana nə deyildik, hamısı yüksək səviyyədə hələ deyildik ki, əlada neyiniyim?